Herkese salamlayıram. Bugün, yəni bu videomuzda biz bir neçə sualın izahını verəcəyik. Qeyd edim ki, bu suallar MİQ və sertifikasiya çərçivə sənədinə hazırlanan suallar, sınaqlar silsiləsindəndir. Yəni ora aiddir bu suallarımız və müəllimlərdən bizə ünvanlanan suallar sırasında bu suallar da var. Ona görə də izahını verməyə qərarına gəldim. Qeyd edim ki, bu əvəzliyindən sonra vergülün yazılma məsələsi 90% imtahanlarda düşür. Ona görə də buna diqqət yetirmək lazımdır. Deməli, sualımız belədir ki, vergül işarəsi səhv qoyulmuş cümləni müəyyən edin. Bu abituriyent, o tələbədir. Kim? Qeyd etdiyim kimi o həm şəxs, həm işarədir, amma bu isə yalnız işarədir. Lakin cümlədə kim və yaxud da nə sualına cavab verirsə, vergül olmalıdır. O, xoş günlərimiz üçün çox darıxırıq. Xeyr, burada o hansı günlərimiz? O xoş günlərimiz üçün. Burada işarə əvəzliyi olduğuna görə vergül olmayacaq. Həm o, həm də mən istəyimizə çatdıq. Nəyə görə burada? Axı biz dediyimiz kimi odan sonra köməkçi nitq hissəsi gələndə vergül olmamalıdır. Amma burada vergül var. Çünki həmcins üzvlər, yəni o və mən və yaxud da ki, odan sonra işlənən bağlayıcı həmcinsliyə xidmət göstərirsə, o zaman vergül qoyulacaq. O, yəni dostum, əgər burada əlavədirsə, əlavə varsa, o zaman da vergül qoyulacaq. O, ağıllı, mehriban bir qızdır. Burada, yəni kim o, odan sonra sifət gəlirsə qoyulur, vergül olur. Ona görə də cavabımız B-dir. O, xoş günlərimiz üçün çox darıxırıq.